Kərbəlayı, lap məəttələm. Necə olub ki, 300 il padşahlıq eləyən Nikolayı bu qorxaq hökumət yıxdı? Valla, Nikolay evini öz əli ilə yıxdı. Çünki hələ heç kim Kərbalaya tüfək çövürməmişdi Nikolaydan başqa. Bax, bu gözlərimlə görmüşəm. Kəndləri, şəhərləri xaraba qoyan top gülləsi. Müqəddəs dərgahdan ancaq 3 qızıl kərpiş salıb. Allahümmə sallallahu. İndi də həmin kərpişləri gündüzlər qoyurlar yerinə, gecə gəlib görürlər ki, düşüb yerə. Çünki ona kafir gülləsi dəyibdi. Ona görə mübarək ziyarətgaha hörülmür. Qurban olun belə hökumətə ki, Kərbəlayın heyfini Nikolay Köpəyoğlu da yaman ala bildi. Hədə, hey! Yaxın gəl görüm. Sən bilirsən ki, Çəmən kənddə bunları doğrayıb quyuya töküblər? Bilirəm. Səni də tikə-tikə doğratdırıram. Dilini fərağat saxla küçük. Qanmadığın sözü danışma. Niğalayı Müslümanların Allah'ı yerlə yeksan eləyib. Allahümmə. İtil o qorğuduğu bu rəti. Başdır. Adam, ağzının danışığını bilsənə. Mən nə dedim? Aç qapını. Açım da. Ayman. Gəl görək. Yeri görüm. İmam, sənsə? Mənəm. Bəlkə bir sözüm var. Utanma, de. Məni sən çağırmısan. Bəli, sən çox danışıbsan. İndi söz mənimdir. Bu 10 ildə sən çox günahlar edibsən, imam. Onu heç nəylə yuva bilməzsən. Amma mən səni öldürmürəm, bıraxıram. Get evinə. Ancaq sabah möhrü də, iştampili də gətir hamının yanında təhvil ver mənə. Kərbəlayı, şura